بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين وعلى أهل بيت طيبين الطاهرين، واللعن الدائم على أعدائهم أجمعين. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkətuhu, əziz qardaşlar. Vəhhabilərin əllərində bayraq elədiyi məsələlərdən biri də şiələrdə hədis elmi, şiələrdə səhih bir kitab yoxdur. Və onların ən çox öyündüyü məsələlərdən biri də bizim əlimizdə Buxari və Müslim kimi səhih kitablar var. Əvvəla 5-10 dənə alimin bir yerə toplaşıb bir kitaba səhih deməsi həqiqətdə o kitabın səhih olmaq anlamına gəlməz. Bizim üçün bu dində Quran, Allah Subhanahu və Taala'nın kəlamından savayı heç bir səhih kitab yoxdur. Bu şiənin görüşüdür ən azından. Və bizim üçün Allahın Rəsulu Muhammed sallallahu aleyhi və aleyhi və səlləmin sözündən başqa heç bir kəsin, heç bir məxluqun sözü hüccət deyildir. Və Allahın Rəsulu da sallallahu aleyhi və aleyhi və səlləm öz mübarək dilindən çıxan kəlamlarla, təbii ki, Allah Azza və Cəllənin əmri ilə əhl-i beyti bizim üçün hüccət qərar vermişdir. Yəni, bu nəticəyə gəlmək olar ki, Allahın Rəsulu sallallahu aleyhi və aleyhi və səlləm özünün və əhl-i beytin kəlamından başqa heç kimin sözünün bu dində hüccət olacağını təsdiq etməmişdir. Ona görə də nə Buxarinin, nə Müslümün, nə Nəvəvinin, nə digərlərinin sözləri bizim üçün heç bir yəqin, heç bir elm hasil etməz. Deməli, Səhih Müslim kitabı haqqında qısa bir araşdırma eləmişik. Demək, Səhih Müslim kitabını şərh eləyənlərdən biri Ən-Nəvəvi Səhih Müslimin şərhində 1-ci cilddə səhifə 116-da belə demişdir. Əvvəla onda qeyd eləyək ki, bu tərcüməni özümüz eləyib bunu oxuyuruq buradan. Videonun sonunda Allahın izni ilə mətnlərin ərəbcə formatlarını göstərəcək Allahın izni. Deməli, Ən-Nəvəvi nə deyir? Ən-Nəvəvi demişdir ki, deyir Allah Müslim ibn Həccəcə rəhmət eləsin. Deyir ki, onun kitabı şöhrətin ən yüksək nöqtəsindədir və deyir, Müslim kitabı Müslim ibn Həccəcdən mütəvatir şəkildə rəvayət olunmuşdur. Buna görə də onun Əbul-Hüseyn Müslim ibn Həccəcin təsnifi olduğuna dair qəti bir bilik mövcuddur. Yəni deyir ki, həqiqətdə Səhih Müslim kitabı sübut olunub ki, Müslim ibn Həccəcindir. Amma deyir, sənəd baxımından Müslimə çatan müttəsil şəkildə, yəni fasiləsiz şəkildə, isnad baxımından bu ölkələrdə və dövrlərdə onun yolu Əbu İshaq İbrahim ibn Muhammed ibn Sufyanın Müslimdən etdiyi rəvayətlə məhdudlaşmışdır. Məğrib ölkələrində isə bununla yanaşı Əbu Muhammed Əhməd ibn Ali Əl-Qəlanisidən də rəvayət edilmişdir. Yəni Müslimi bu kəsdə rəvayət etmişdir. Deməli, bu əsəri Əbu İshaqdan, həmçinin Əbdülğafir Əl-Farisi də rəvayət etmişdir. Hakim Ən-Neysapuri bu məsələ haqqında demişdir ki, onun ölümü ilə Səhih Müslimi dinləmək sona çatdı. Yəni, bu adam ki, Əbdülğafir Əl-Farisi ki var, bu adam ki öldü, bu sonuncu rəvayətçidir. Yəni, Müslimi dinləyən sonuncu rəvayətçidir. Bu adam Səhih Müslim kitabını Müslim ibn Həccəcdən ki, eşidib, dinləyib, daha bundan sonra Müslimi eşidən olmayıb. Və deyir ki, ondan sonra İbrahim ibn Muhammed ibn Sufyan və digərlərindən nəql edən hər kəs etibarlı deyildir. Fələysə bis-siqat. Yəni, deyir ki, bu kəslər, bu iki nəfərdən başqa kim rəvayət edibsə, hakim nə deyir? Deyir, fələysə bis-siqa. Yəni, onlar etibarlı deyil, kəzzəbdülər, yalancıdırlar. Deməli, Əz-Zəhəbi özünün Siyar-u A'ləmin Nübəla kitabında 11-ci cilddə səhifə 321-də belə demişdir. İbrahim ibn Sufyanın tərcüməyə alındı. Belə demişdir. İbn Sufyan imam, örnək, fəqih, alləmə, etibarlı, mühəddis, əl-mühəddisus-siqa, Əbu İshaq İbrahim ibn Muhammed ibn Sufyan Ən-Neysapuri, Əyyub ibn Həsən Əz-Zahid Əl-Hənəfinin tələbələrindən idi. O hədis imamlarından idi. Səhih Müslimdən deyir ki, əksiklərlə dinləmişdir. Bu əsəri həcc, vəsiyyətlər və imarət fəsillərində əlindəki nüsxələrdə tam qeyd olunmuş ümumi sayı 37 vərəq olan hissələri görmə yolu ilə rəvayət etmişdir. Ki, buna hədis elmində vücadə deyirlər. Yəni, görərək rəvayət etmişdir. Deyir, İraqda Sufyan ibn Vəki
Əmr ibn Abdullah Əl-Əvdi, bir çox başqalarından, Reydə Muhammed ibn Müqatil Ər-Razidən və Musa ibn Nəsrəndən, Məkkədə Muhammed ibn Əbi, Muhammed Abdurrahmandan rəvayət etmişdir. Burada kimdən rəvayət edir? Bunları qeyd edir. Sonda deyir ki, Müslimə uzun müddət yaxın olmuş və hədis elmini ondan öyrənib mahir hədisçi olmuşdur. Deməli, burada bir çox alimlərin görüşlərini gətirir. Hakimin Muhammed ibn Yezid Əl-Ədl dedi ki, İbn Sufyanın duası qəbul olunanlardan idi. Yəni belə kəslərdən olur. Bu müasir alimlərdir. Amma bizim Şiə alimlərimizin buna böyük və ciddi bir tənqidi var. Yəni bu məsələyə. Hansı ki, bu kəsi, yəni Müslim kitabını, əziz qardaşlar, bir daha qeyd edeyim ki, əlimizdə olan Səhih Müslim kitabının əsas rəvayətçisi bir nəfərdir. İbn Sufyan. Əsas rəvayətçisi. İbrahim ibn Muhammed ibn Sufyan, yəni əsas rəvayətçisi bu kəsdir. Amma çox maraqlıdır ki, Əbu İsa, hansı ki bu kəs var, cərh və tə'dil, yəni cərh və tə'dil o şeydir ki, ravilərin tənqidi etibarlılığının müəyyən olunması. Bu cərh və tə'dil alimləri ilə bir qrupu ilə eyni dövrdə yaşayıb bu adam. Eyni dövrdə yaşayıb. Lakin onlardan heç biri onun haqqında tövsiq verməmişdir. Yəni ona deməyiblər ki, bu siqadır, bu etibarlıdır. Halbuki adam eyni dövrdə yaşayıb. Əbu İsaq eyni dövrdə yaşayıb. Amma ki, çox maraqlıdır ki, bu adam haqqında eyni dövrdə yaşayan imamlar, yəni Əhlüsünnət imamları, bu adam haqqında heç nə deməyiblər. Yəni deməyiblər ki, bu etibarlı adamdır. Deməli, onunla eyni dövrdə yaşayan, yəni Səhih Müslim kitabı ki var, onu rəvayət edən kəslə eyni dövrdə yaşayan Ən-Nəsai, Əs-Səci, İbn Xuzeymə, Əl-Uqayli, İbn Əbu Hatim, İbn Uqdə, İbn Hibban, İbn Ədi, Əbu Əhməd Əl-Hakim, İbn Şahin, Əd-Dərəqutni, Əbul-Fəth Əl-Əzdi. Bu alimlər ki var, bu alimlər bu kəslə eyni dövrdə yaşayıblar. Yəni Səhih Müslimi rəvayət edən adamla eyni dövrdə yaşayıblar. Bu alimlər. Amma heç biri Səhih Müslimi rəvayət edən kəs haqqında bir dənə də olsa yaxşı söz deməyiblər. Yəni deyirlər ki, bu adam etibarlı kəsdir, bundan hədis götürmək olar. Yəni bu adamın varlığı ilə yoxluğu şübhə altındadır. Yəni bu adam etibarlı adam olubsa, bu adam ümmətin ən səhih kitabını rəvayət edibsə və ümmətin ən böyük imamları bu kəslərdirsə, nə üçün ümmətin ən böyük imamları ümmətin ən səhih kitabını rəvayət edən bir kəs haqqında bir söz deməyiblər? Yəni Zəhəbi nə vaxt yaşayıb? Zəhəbi yaşayıb 748-ci ildə, Hicri 748-də. Yəni Əz-Zəhəbi, Ən-Nəsai yaşayıb 303-də, Əz-Zəhəbi yaşayıb 748-ci ildə. 300-310-cu illərdə, belə deyək. Əbu İsaq hansı ki 300-310-cu illər arasında yaşayıb. Necə ola bilər ki, eyni dövrdə yaşayan alimlər Əbu İsaq barədə heç nə deməyiblər, Səhih Müslimin rəvayətçisi barədə heç nə deməyiblər. Amma Zəhəbi gəlir 748-ci ildə deyir ki, etibarlı mühəddisdir, əl-muhəddisus siqadır. Yəni bu sözün heç bir dəyəri yoxdur. Lə ibrətə. Bu sözün heç bir dəyəri yoxdur. Niyə dəyəri yoxdur? Çünki əgər o kəs etibarlı olsaydı, onunla eyni dövrdə yaşayan hədis, cərh və tə'dil alimləri onun haqqında bir söz deyərdi. Yəni bir daha qardaşların nəzərinə çatdırım. Səhih Müslim ümumilikdə bütöv kitabı rəvayət edən kəsdir bu. Müslim İbn Həccacdan, Səhih Müslimin müəllifindən bir dənə rəvayət eləməyib ha. Müslim kitabını bütövlükdə bizə gətirib çatdırıb bu adam. Başa düşürsüz? Bu adam da varlığı ilə yoxluğu bilinmir. Bilinmir ki, həqiqətdə bu adam olub yoxsa olmayıb. Hansı ki digər nisbət var, Əbu Muhammed Əhməd ibn Ali Əl-Qalanisi ki, bunu da deyirlər ki, bu da Səhih Müslim kitabını rəvayət edib. Bu insaflı əhl-i sünnədən və şiə qardaşlarımdan xahiş edirəm ki, internetdə, yəni müəyyən bir internet platformlarında yazsınlar Əbu Muhammed Əhməd ibn Ali Əl-Qalanisi. Kimdir bu adam? Bu adam haqqında görək bir dənə də olsa yaxşı söz tapa biləcəksiniz.
Ümumiyyətlə bu adam kimdir? Bu adam nəçidir? Bu adam ümumiyyətlə müsəlmandır, qeyri-müsəlmandır. Bu adam haqqında görək bir dənə yaxşı söz tapa biləcəksiniz. Mən axtardım Əbu Muhammed Əhməd ibn Ali Əl-Qalanisi haqqında heç nə tapa bilmədim. İndi kim tapa bilər? Allah ondan razı olsun. Bizə göndərər və yaxud şərh bölümündə belə deyim, linkini buraxar, biz də oxuyarıq, baxarıq. Allah Subhanahu və Taala'nın izni ilə. Və mətnlərin də ərəbcəsini göstərirəm əziz qardaşlar üçün. Yəni əgər kimsə axtarıb tapmaq istəsə, onun üçün rahat olsun deyə mətnlərin ərəbcəsini göstərirəm. Zaten axtarıb tapmaq istəyən bir dənə ərəbcə başlıq mətn yazsa dərhal çıxacaq. Yəni Şərhu Sahih Muslim 1-ci cild səhifə 116 Ən-Nəvəvi. Görürsüz, diqqət edin. Yəni belə əziz qardaşlar, bu məsələnin də sonuna gəldik, çatdıq. Əziz dəyərli qardaşlarımızdan xahişimiz budur ki, yeni açılmış kanalımıza dəstək olub abunə olsunlar, paylaşsınlar. Allah Təbarək və Təala bizi Əhl-i-Beytin yolundan ayrı salmasın əziz qardaşlar. Vəssalamu aleykum və rəhmətullahi.